Bugün ikinci və üçüncü qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir. Eyni zamanda bugün Xankəndi şəhərində də qəbul imtahanı keçirilir ki, bu işğaldan azad olunan ərazidə keçirilən ilk qəbul imtahanlarıdır. Və imtahanlar arxada gördüyümüz Qarabağ Universitetinə keçirilir və imtahanda ümumilikdə 50 abituriyent iştirak edir ki, həmin abituriyentlər Xankəndi ilə yanaşı işğaldan azad olunan ərazidə məskunlaşan abituriyentlərdir. Bildiyiniz kimi, hal-hazırda biz ikinci və üçüncü ixtisas qrupu üzrə qəbul imtahanını həyata keçirilməsi üçün Qarabağ Universitetindəyik, Xankəndindəyik. Qeyd eləmək lazımdır ki, bu ilk dəfə olaraq işğaldan azad edilən bölgələrdə təşkil edilən imtahandır. 51 abituriyentin iştirakı nəzərdə tutulmuşdu imtahanda, 50 abituriyent iştirak elədi. Bu suallar çox yaxşı idi, çox rahat idi. Gözləntim də inşallah yaxşıdır. Suallar çox asan idi. Rahat yazdım çıxdım, yəni həyəcana dəyməzdi.